Bugün sizinle birlikte psixolog Angela Duckworth'ın işini təhlil edən bir videoya, yəni onun araşdırmalarına dərindən nəzər salacağıq. Bu araşdırma, deməli, zəka və istedad haqqında bildiyimiz, daha doğrusu bildiyimizi zənn etdiyimiz bir çox şeyi sual altına alır. Hə, tamamilə. Əsas sual da budur. Həqiqətən də uğurlu insanları digərlərindən fərqləndirən nədir? Çox vaxt ilk ağla gələn cavab bilirsiniz də IQ olur, yəni zəka səviyyəsi ya da fitri istedad. Amma mənbəmizə görə əsl cavab tamamilə başqa yerdə gizlənib. Bəli, bugün əlimizdəki material Duckworth'ın Grit, bizdə əzm adı ilə nəşr olan kitabı, onun TED çıxışları və müxtəlif müsahibələrini ümumiləşdirən bir video təhlilidir. Məqsədimiz də sadəcə əzm kəlməsinin tərifini vermək deyil, onun həyatınızda əslində necə işlədiyini anlamaqdır. Yəni, uğurun arxasındakı o görünməyən güc nədir? Gəlin, elə başlanğıcdan başlayaq. Hekayə Duckworth'un, deməli, New Yorkda bir dövlət məktəbində riyaziyyat müəllimi işlədiyi vaxtdan başlayır. Orada dərs dediyi sinifdə çox qəribə bir mənzərə ilə qarşılaşır və bu, onun bütün karyerasını dəyişir. Tam olaraq. O bir paradoks görür. Sinifin ən yüksək IQ-lu, testlərdə ən yaxşı nəticə göstərən şagirdləri heç də həmişə ilin sonunda ən yaxşı qiymətləri alanlar olmurdu. Necə yəni? Ən ağıllılar ən yaxşılar deyildi? Yox. Bəzi super ağıllı uşaqlar ilk çətinlikdə, necə deyim, dərhal təslim olurdular. Amma onlardan daha orta səviyyəli, amma daha çox çalışan bəzi şagirdlər sonda hamını təəccübləndirən nəticələr əldə edirdilər. Bu da onun beynində bir sual yaratdı. Əgər uğurun səbəbi tək başına zəka deyilsə, bəs onda nədir? Yəni bir növ, dərslərini ən yaxşı bilənlər yox, çətinliklərə ən çox dözə bilənlər qalib gəlirdi. Məhz belə. Bu sual onu o qədər narahat edir ki, müəllimliyi buraxıb psixologiya üzrə təhsil almağa qərar verir. Fərqli sahələrdə, biznesdə, idmanda, incəsənətdə, hərbidə minlərlə insanı tədqiq edir və hamısında ortaq bir xüsusiyyət axtarır və nəticədə əzm adlandırdığı bir keyfiyyəti kəşf edir. Bəs bu əzmin tərifi nədir? Sadəcə çox çalışmaqdır? Xeyr, baxın, tərifi də çox vacibdir. Bu, sadəcə çox çalışmaq deyil. Bu, uzun müddətli hədəflər üçün ehtiras və səbrlə davam edə bilməkdir. Başqa sözlə, həyatı 100 metrlik qaçış kimi yox, bir marafon kimi görməkdir. Bu marafona ən yaxşı nümunələrdən biri məncə West Point Hərbi Akademiyasında apardığı tədqiqatdır. Bilirsiniz, West Point-a qəbul olmaq inanılmaz çətindir. Çox sərt fiziki testlər, yüksək akademik göstəricilər, liderlik bacarıqları, yəni hər şey yoxlanılır. Düzdür. Amma maraqlı olan odur ki, qəbul olanların heç də hamısı o çətin proqramı sona qədər bitirə bilmir və akademiya rəhbərliyi də bunun səbəbini anlaya bilmirdi. Yəni, bütün bu testlərə baxmayaraq, kimin proqramı yarıda tərk edəcəyini təxmin edə bilmirdilər. Və Duckworth burada işə qarışır. Bəli, və çox sadə bir şeydir. Kursantlara əzm şkalası adlandırdığı qısa bir test verir. Suallar da çox bəsitdir. Yeni bir layihəyə başlayanda marağını tez itirirsən, uğursuzluqlar səni ruhdan salır, hədəflərinə sadiq qalırsan kimi suallar. Bir dəqiqə. Yəni, bütün o mürəkkəb fiziki testlər, saatlarla davam edən imtahanlar, əslində bunlar kimin uğur qazanacağını dəqiq göstərə bilmirdi, amma bir neçə sadə sual bunu bacarırdı. Tamamilə. Nəticələr hamını şoka salır. Proqramı uğurla başa vuranları digərlərindən fərqləndirən nə qəbul imtahanındakı balları, nə fiziki gücləri idi. Yeganə etibarlı proqnoz göstəricisi məhz həmin testdən topladıqları əzm balı idi. Bu da onu göstərdi ki, West Point-də qalib gələn əzələ gücü və ya zəka gücü deyil, xarakter gücü idi. Özü də bu təkcə əskərlərə aid deyil, elə deyilmi? Məsələn, videoda bir texnologiya sahibkarının hekayəsi var. Adam ilk məhsulunu bazara çıxarır və bu tam bir fəlakət olur. Bəli, tam bir fəlakət. Heç kim məhsulu almır, heç bir investor maraq göstərmir. Dostları, ailəsi hamı deyir ki, bu iş alınmadı, burax getsin, başqa bir şeylə məşğul ol. Amma o təslim olmur. Sadəcə inadkarlıq edir yəni. Yox, baxın, incə məqam buradadır. O, kör-körənə inadkarlıq göstərmir. Oturub analiz edir. Mən harada səhv etdim? İstifadəçilərin rəylərini dinləyir, məhsulu təkmilləşdirir, yenidən bazara çıxarır. Yenə uğursuz olur. Bunu 1, 2, 3, 4 dəfə təkrarlayır. Və 5-ci cəhddə nəhayət alınır. Məhsul bir anda populyarlaşır,
və şirkət milyonlarla dollarlıq bir brendə çevrilir. Yəni bu hekayədən çıxan fikir odur ki, uğurlu insanlar yıxılmır deyə uğurlu olmurlar, hər dəfə yıxılanda yenidən ayağa qalxmaq üçün səbir tapırlar. Məhz. Və bu təkcə biznesdə də belə deyil. Məsələn, sənət dünyasından bir nümunə məşhur skripkaçı İtshak Perlman. Uşaq yaşlarında iflik keçirir və yerimə qabiliyyətini demək olar ki, itirir. Amma musiqiyə olan sevgisindən əl çəkmir. Hər gün saatlarla, illərlə məşq edir. Onun bir sözü var, çox təsirlidir. Üstünlüyüm istedadım deyil, bezməyimə, yorulmağıma baxmayaraq davam edə bilmə qabiliyyətimdir. Duckworth da bu fikri çox gözəl tamamlayır. Ehtiras səni hərəkətə gətirər, amma finiş xəttinə çatmağını təmin edən əzmdir. Bu çox ruhlandırıcıdır, amma eyni zamanda biraz da ümidsizliyə sala bilər. Bəzi insanlar düşünə bilər ki, yaxşı, əla, amma məndə bu xüsusiyyət yoxdur. Bəs Duckworth nə deyir? Bu, anadan gəlmə bir şeydir, yoxsa sonradan, necə deyim, məşq etdirib gücləndirmə olar? Bu, ən vacib sualdır və cavabı da çox pozitivdir. Duckworth-ə görə əzm tamamilə öyrənilə bilən bir keyfiyyətdir. O, bunu inkişaf etdirmək üçün 4 əsas komponentdən ibarət bir resept təklif edir. Maraq, praktika, məqsəd və ümid. Gəlin bunları açaq. Birincisi maraq. Bəli, maraq. Bu, hər şeyin başlanğıc nöqtəsidir. Bir işə özünü tamamilə həsr edə bilmək üçün ona qarşı həqiqi, içdən gələn bir maraq duymalısan. Yaxşı, bəs insan o marağı, o ehtirası necə tapmalıdır? Bu, ən çox verilən suallardan biridir. Duckworth'un cavabı çox maraqlıdır. O deyir ki, ehtiras oturub düşünməklə, mənim həyatdakı məqsədim nədir deyə sual verməklə tapılmır. Maraq, dünya ilə təcrübələr və sınaqlar vasitəsilə ortaya çıxır. Çünki nəyin diqqətimizi cəlb edəcəyini əvvəlcədən bilə bilmərik. Videodakı məsləhət çox sadə və güclüdür. Yoxlamadan bilə bilməzsən. Yəni, oturub görəsən proqramlaşdırma mənlikdir deyə düşünməkdənsə, get 1 saatlıq pulsuz onlayn dərsə qoşul. Məhz belə. O dərs daha çox cavab verəcək. Bəlkə 10 fərqli şey yoxlayacaqsan və 9-u xoşuna gəlməyəcək, amma biri biraz maraqlı gələcək. Bax, o zaman ikinci komponent işə düşür. Praktika. Yəni, o biraz maraqlı gələn şeyin üzərinə getmək. Yəni, sadəcə çox işləmək, təkrar etmək kifayətdir? Xeyr, burada da bir incəlik var. Duckworth buna şuurlu praktika deyir. Bu sadəcə saatlarla eyni şey etmək deyil. Bu, özünü daima konfor zonasından kənara çıxarmaq, məhz zəif tərəflərinin üzərində inadla işləmək deməkdir. Məsələn, şahmat ustaları yalnız güclü olduqları gedişləri deyil, məhz çətirləndikləri, uduzduqları mövqeləri təkrar-təkrar oynayırlar. Həqiqi inkişaf məhz o diskomfort anında baş verir. Aydındır. Deməli, maraq tapdıq, şuurlu praktika ilə onu inkişaf etdirdik. Üçüncü komponent nədir? Üçüncüsü məqsəddir. Videoda bunu izah edən klassik bir hekayə var. 3 kərpic ustası yan-yana işləyir. Yoldan keçən biri onlardan nə etdiklərini soruşur. Birincisi bezgin halda cavab verir. Görmürsən, kərpic hörürəm. İkincisi deyir, mən kilsə tikirəm. Üçüncüsü isə deyir ki, mən Allahın evini inşa edirəm. Düzdür. Baxın, hər üçü eyni işi görür. Amma birincisinin sadəcə bir işi var. İkincisinin bir karyerası, üçüncüsünün isə bir amalı, bir məqsədi var. Gördüyün işin səndən daha böyük bir məqsədə xidmət etdiyini hiss etmək, ən çətin anlarda belə sənə davam etmək üçün güc verir. Və nihayət 4-cü komponent ümiddir. Yəqin ki, bu, hər şey yaxşı olacaq deyib gözləmək deyil. Qətiyyən. Bu, passiv bir gözlənti deyil, aktiv bir inancdır. Bu, vəziyyəti yaxşılaşdırmaq üçün mənim gücümün olduğuna inanmaqdır. Başqa sözlə, öz səylərinin bir fərq yarada biləcəyinə inanmaqdır. Əzmli insanlar yıxılanda qismət beləymiş demirlər. Ayağa qalxıb başqa bir yol sınamaq üçün gücüm var deyirlər. Gözləyin bir dəqiqə, mən burada biraz qarışdım. Bir tərəfdən deyirik ki, təslim olma, davam et, digər tərəfdənsə uğursuzluğa düçar olan insanlar var. Bəs inadkarlıqla əzmin sərhəddə haradadır? İnsan nə vaxtı bilməlidir ki, davam etsin, nə vaxtı ki, yox bu alınmır, buraxmaq lazımdır desin? Bu, bəlkə də bütün mövzunun ən kritik nöqtəsidir. Duckworth'ın videoda vurğulanan bir sözü var. İnad korluqdan, əzm isə vizyondan doğar. Bəzən hədəfimiz doğru, amma seçdiyimiz yol, metod tamamilə səhv ola bilər. Əzmli insanlar fikrimə deyil, faktlara sadiqəm prinsipini mənimsəyirlər.
Yəni bir şeyin işləmədiyini gördükdə hədəfdən imtina etmirlər. Etmirlər. Amma lazım gələrsə metodu dəyişdirməyi, fərqli bir yol sınamağı bacarırlar. Duckworth buna çevik əzm deyir. Yəni hədəfində qərarlı ol, amma metodlarında çevik ol. Bu inadkarlıq məsələsinə videoda çox kəskin bir nümunə var. BlackBerry. Bir vaxtlar smartfon bazarının kralı idilər. Bəli, bazarın 50%-dən çoxu onların əlində idi. Amma iPhone bazara çıxanda BlackBerry-nin rəhbərliyi inadla dedi ki, heç kim fiziki klaviaturasız telefondan istifadə etməyəcək. Və telefonla internetə girmək heç kimə lazım deyil demişdilər. Bəli, bütün bazar trendləri, bütün faktlar əksini göstərsə də, onlar öz bildiklərində israr etdilər. Bu, kör-körana inadkarlıq idi. Nəticədə bir neçə il içində bazar payları demək olar ki, sıfıra endi, 1%-ə düşdü. Bəs Apple? Onlar da inadkar deyildilərmi? Axı onlar da insanların ünsiyyət tərzini dəyişəcəklərinə inadla inanırdılar. Bax, fərq də elə buradadır. Apple əzmli idi, inadkar yox. Onların insanların ünsiyyət tərzini kökündən dəyişdirmək kimi böyük bir vizyonu vardı. Amma bu vizyona gedən yolda son dərəcə çevik idilər. Onlarla fərqli prototip hazırladılar. İşləməyəcəyini gördükləri dizaynları zibil kutusuna atıb, sıfırdan başlamaqdan çəkinmədilər. Yəni onların hədəfləri aydın idi, amma o hədəfə gedən yolda lazım gələrsə, istiqaməti dəyişməyə hazır idilər. Tamamilə. Bu əsl əzmdir. Sonda isə Duckworth'un öz şəxsi hekayəsi var ki, məncə bütün bu deyilənləri çox gözəl ümumləşdirir. O, mühacir bir ailədə böyüyür və atası ona uşaqlıqdan davamlı olaraq sən dahi deyilsən deyirmiş. Bəli, bu bir uşaq üçün çox ağır bir sözdür. Amma Angela daha ağıllı olmaq üçün mübarizə aparmaq əvəzinə sadəcə daha çox cəhd etməyi, daha çox çalışmağı seçir. Və illər sonra məhz bu əzmi sayəsində MacArthur fondunun dahi mükafatını qazanır və Time jurnalının dünyanı dəyişdirən 100 nəfərlik siyahısına düşür. Və özü də deyir ki, atam haqlı idi. Hə, deyir ki, atam haqlı idi, mən dahi deyildim, amma mən israrlıydım. Onun mesajı budur. Sən ağıllı olduğun üçün deyil, əzmli olduğun üçün fərq yaradırsan. Bu həqiqətən düşündürücüdür. Biz adətən uğur hekayələrinin yalnız sonunu, icebergin görünən tərəfini görürük. Olimpiya medalı qazanan üzgüçüyə baxıb asanlıqla o üzmək üçün doğulub deyirik. Amma biz onun illərlə səhər saat 5-də oyanıb, hovuz kənarında keçirdiyi minlərlə saatı, çəkdiyi əziyyəti, qurban verdiyi şeyləri görmürük. Mükəmməlliyin özünü görməyi sevirik, amma o mükəmməlliyə aparan addımları görməkdən qaçırıq. Videoda əslində sizi düşünməyə dəvət edir. Həyatınızda sırf çətin gəldiyi üçün hansı işləri yarıda buraxmısınız? Bəlkə yeni bir dil öyrənmək, bəlkə bir kitab yazmaq, bəlkə də daha sağlam yaşamaq. Hər birimizin belə kaş ki dediyi şeylər var. Əlbəttə var. Amma sual budur. Bəs bir dəfə də cəhd etsəniz, bütün gününüzü buna həsr etməyə ehtiyac yoxdur. Sadəcə hər gün 10 dəqiqə ayırsanız necə olar? Bəlkə də həyatınızı dəyişdirəcək o böyük nəticə məhz o kiçik 10 dəqiqələrin cəmindən yaranacaq. Çünki əzm çox vaxt elə bu kiçik, ardıcıl addımların toplamıdır. Və bu söhbətin sonunda düşünmək üçün sizə bir sual qoymaq istərdim. Əgər əzm möhtəşəm bir iradə partlayışı deyil, sadəcə kiçik cəhdlərin uzun bir zənciridirsə, bəlkə də ən böyük hədəflərimizə çatmaq üçün ehtiyacımız olan şey qeyri-adi bir güc deyil. Bəlkə də ehtiyacımız olan tək şey sabah yenidən başlamaq üçün özümüzə verəcəyimiz kiçik bir səbəbdir. Sizin sabahki səbəbiniz nə olacaq?